Esselamu aleykum. Bugün mən sizlərə bəzən darıxmağımızın, sıxılmağımızın səbəbindən və bu sıxıntı, narahatlıq gələn zaman və yaxud da ola bilər canımız yandığı, pis olduğunuz zaman nə edə bilərik, ondan sizə bəhs edəcəm. İlk öncə sizə buradayım ki, həqiqətən bu can sıxıntısı, narahatlıq Allahın insana verdiyi ən böyük hədiyyədir. Niyə görəmi? Çünki biz nə vaxt ki vəzifəmizi yerinə yetirməsək, nə vaxt ki ibadətimizi ləngitsək, hər hansı bir günah eləsək, yanlış bir şey etsək, o zaman Allah bizim qəlbimizə can sıxıntısı yerləşdirir. Yəni əgər ki bu can sıxıntısı, narahatlıq sizdə varsa, bilin ki nəsə bir içinizdə olan əskikliyin əlamətidir, bir ibadətsizliyin, Allahdan uzaqlığın olmuşluğuna bir əlamətdir. Allah sizi öz sözündə dəvət edir. Allah sizi özünə doğru dəvət edir ki, ona doğru gedəsiniz, ona yaxınlaşasınız. Günahınızdan tövbə edəsiniz, ibadət edəsiniz, vaxtınızı boşa israf etməyəsiniz. Vaxtı boşa israf etmək o qədər pis bir şeydir ki, Allahın bizə verdiyi bir saniyə belə çox dəyərlidir. Çünki öldüyümüz zaman Allah qorusun, cəhənnəmə getsək, orada Allaha yalvarırıq ki, Allahım nə olar bizi bir gün belə olsa gülməyə qaytar da gözəl əməl işləyə bilək. Amma biz çox şanslıyıq, çünki hər gün yeni bir gün başlayır. Hər gün Allah bizə yeni bir fürsət verir. Əgər olar ki, bu gün günah işləyirsiniz, olar ki, həmin dəqiqə bu saniyə bir günah eləyərsiniz, amma sizin sonraki saniyəniz var, sonraki saatınız var. Bir günah elədiyiniz zaman onu yaxşılıqla nəfəz edin, onu bir savaba çevirin, gözəl əmələ çevirin ki, qoyun o günahınız silinsin, Allah o günahınızı yerinə savab yazsın. Allahımız çox gözəldir, həqiqətən. Nə vaxtsa və günah eləsək, onu savaba çevirin. Axirət günündə haqq hesab olunacağı gündə əməl dəftərimizi açacağımız zaman biz orada görərik ki, bizim etmədiyimiz gözəl əməllər, etmədiyimiz savablar var. Bu savablar hardan gəlir bilirsiniz? Bizim etdiyimiz günahların savaba çevrilməsindən irəli gəlir. Çalışaq ki, heç vaxt ümidsiz olmayaq, heç vaxt Allahdan ümidimizi üzməyək. Çünki Allah o qədər mərhəmətlidir, o qədər rəhimlidir ki, hətta səvr edin ki, bir ana var, bir övladı nəsə böyük bir səhv eləyib, böyük bir günah eləyib, anasına incidir. Gəlsə anasına ağlasa, anasına ki, ana məni bağışla, zəhm edin, ana onu bağışlamaz o. Təbii ki, bağışlayır, çünki ana rəhməti ilə, mərhəməti ilə bilinir. Anaya o mərhəməti, rəhməti verən Allah sizcə bizi bağışlamaz o. Sizcə bizi o günahlarımızla baş-başa qoyarmı? Xeyr, təbii ki, hər bir zaman çıxış yolu var. Heç zaman düşünməyin ki, mən bu günahın içindən çıxanmaram, mən bu günahı tərk eləyənmərəm. Hər zaman eləyə bilərsiniz, çünki Allahın hər şey gücü qüdrəti ilə. Bunu heç vaxt unutmayaq. Bu sıxıntıdan, qəlbimizin narahatlığımızdan və yaxud da bir narahat olduğumuz, canımız yandığımız, pis olduğumuz zaman bəs nələr eləyək? Bundan sizə bəhs edeyim. Dediyim kimi, sadədən rəkəvə doğru sizə deməyə çalışsam. Birinci nə edirsiniz? Keçirsiniz filinə keçir, sakit otaba, əllərinizi açırsınız, Allah'a dua edirsiniz. Allah'ım, beni burada incittiler, burada pis oldum, burada ürəyim sıxıldı, narahat oldum və yaxud da burada mənə bir şey dedilər, qəlbimi incitdilər, amma ki, mən cavab verə bilmədim və yaxud da ki, vermədim, sənin rızanız üçün sustum. Çünki sən hər kəsin haqqını görənsən, hər kəsə ədalətli davranansan, mənə kim və yol, mənim bu sıxıntım aradan qalır. Yəni, hər içinizdən keçən bir dua kimi. Baxın, biz duanı başa düşmürük. Dua Allahla söhbət eləməkdir, Allaha dərdini açmaqdır, dərdini ərz etməkdir. Hətta sizə deyim ki, bəzən olur ki, insan deyir ki, məni nəsə burada bir şey elədilər, məni incitdilər, əsəbləşdirdilər. Bunu deyib ki, məsələn, danışmırsan, mənim ürəyim sakitləşmir. Belə deyən insanlar da var. Baxın, gedin həmin o şeyi Allaha danışın. Şikayət olaraq, Allah, mən sənə şikayət eləmirəm, onu cəzalandırmağını istəmirəm, amma məni belə incitdi, mənim qəlbimi qırdı, heç də deyə bilmədiyim, nə bilim, pis oldum, desəm də yenə soymadı ürəyim. Yəni, belə dua edin, Allahla söhbət edin, Allahla dərdləşin. Sonrası o kadar güzel olur ki, yani bunu çok sınayan insanlar olur, hatta yani ben de sınamışım. Yani sonrasında bilirsiniz ne olursa, hem sizin o qəlbinizdeki əsəb gedir, narahatsızlıq gelir, hem o qarşınızdaki insan peşman olur, yani yaxşıya olur gedir. Elədiyi hərəkətə Allah onu peşman elətdirir. Hətta gəlib sizlər üzr beni istəyə bilər, sizlər könlünüzü almağa çalışa bilər. Və ən gözəli də Allah sizin üzünüzü güldürür. Yəni o sıxıntı sonrasında sizə bir rahatlıq verir. Heç kim sizə o rahatlığı verə bilməz. Gelin bir başqasına, bir dostunuz olsun, bir yaxınınıza danışdırın. O sizə o rahatlığı verməyəcək. Onu qeybət elədiniz, tek qəlbinizdən rahatlıq istəyəcəksiniz. Amma Allah'a danıştığınız zaman o kadar rahatlayırsınız, o kadar özünüzü yaxşı hissedirsiniz. İnsanların gücü işləyə getmir, bunu unutmayın heç. İkinci nə eləyə bilərsiniz? Zikir eləyə bilərsiniz. Başlayın yavaş-yavaş, sakit, yavaş dediyim kimi çox tələsmədən zikr eləməyə başlayın. Subhanallah, hasbinallah, ni'mel vekil, Allah mənə yetər. Nə zikir olursa olsun, bir də Allah desəniz də olar, yəni zikir eləyin. Və bundan keçdiyim bir dəstəmaz alın qəşəng. Yəni eləyə biləcəyiniz şeylər sizə sayıram. Bir dəstəmaz alın. Azərbaycan dilində oxuyabilirsiniz, Azərbaycan dilində açın, Quran-Kərim oxuyun. Orada o qədər belə gözəl sözlərə rast gələcəksiniz ki, qəlbinizə mərhəm olan, sanki həmin anda Allah insanın qarşısına çıxdığı da ayələr çıxardır. Çox qəşəng nə olacaq ayələr çıxardır. Açın Quran-Kərim, hər hansı bir səhifəsində oxuyun. Və yaxud da ərəbcə bilirsinizsə, ərəbcə oxuyun. O qədər qəlbinizə, yəni sükunət, rahatlıq inəcək ki, çox rahatlıq tapdınız, həqiqətən deyirəm. Bundan sonra nə edə bilərsiniz? Namaz qıla bilərsiniz. Namazın vaxtıdırsa gedin qaça-qaça namazınızı qılın. O namazdan sonra həqiqətən özünüzü çox rahatlanmış, hazırlanmış hiss edəcəksiniz. Digər bir şey də deyim ki, sizə yaxşı olmaq istəyirsinizsə, sağalmaq istəyirsinizsə, başqasını yaxşı eləməlisiniz, başqasını sağaltmalısınız. Bir başqasının qəlbinə mərhəm olun, bir başqasına yardım eləyin, və yaxud sədaqə verə bilərsiniz, birini Allahdan vəsf eləyə bilərsiniz. O qədər gözəl bir hissdir ki, bu, yəni sizə çox rahatlatacaq. Unutmayaq ki, insanlara mərhəmət etməyənə Allah da rəhmət etməz. Biz daima bir insanların qəlbinə toxunmağa, bir insanlara yaxşı gəlməyə çalışmalıyıq. İnanın bu zaman siz də yaxşı olacaqsınız, özünüzü çox yaxşı hiss edəcəksiniz.
Edə biləcəyiniz digər çox gözəl bir şey də salih insanlarla bir yerdə olmaqdır. Gedin bir məscidə, baxın, o məsciddə namaz qılmağın yerinə heç bir şey vermir. Evdə qıldığımızmı, məsciddə qıldığımızmı isə təbii ki, məsciddə qıldığımız qat-qat savab çox. Yəni Allahın evi sayılır məscid. Gelin orada bir namaz qılın. Orada və ya da insanlarla söhbətləşin, dərsləşin. Orada Allah üçün bir şeylərdə söhbət eləyin. Bu da sizə çox gözəl olacaq. Hətta tamamilə yəni o yükünüzü, narahatlığınızı aradan qaldıracaq. Son olaraq da sizə bir xatırlatma vermək istəyirəm ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin sünnətinə uymaq, mislaq istifadə etmək, sağ tərəfdən ilk adımımızı sağ ayaqla atmaq. Yəni bunlardan ibarət deyil. Bu kiçik şeylərdən ibarət deyil. Təbii ki, bundan yeri də başqadır. Yəni önəmi, əhəmiyyəti başqadır. Yəni sadəcə demək istədiyim odur ki, bizim Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ən böyük sünnəti təbliğdir. İnsanlara Allahdan bəsləmək, bütün ömrünü bunun üçün fəda edib. Hətta səhabələr, övliyalar, imamlar hər biri bütün ömrünü bunu sərf eləmişdir. Bu Rasulullahın sünnətini yerinə yetirməyə çalışacaq və bu zaman həyatınızın nə qədər gözəlləşdiyini biləcəksiniz və son olaraq da dediyim kimi bir şey də əlavə edeyim ki, namazlarınızı vaxtında qılsanız da, namaz qılmağa başlasanız o yaxda həyatınız tamamilə yoluna düşəcək. Bütün işləriniz qaydasına düşəcək, bütün düzəniniz yerinə oturacaq. Çalışın namazınızı vaxtında qılın. Bütün bu sizə saydıqlarımdan ən əvvəl namazınızı vaxtında qılsanız, onsuz da həyatınız yoluna düşəcəkdir inşallah.